Hamını salamlayıram. Bu günləri biz Twitter saytında necə qeydiyyatdan keçmək olar, bunu nəzərdən keçirdəcəyik. İlkin olaraq bizə əlavə post adresi lazım olacaq. Bu elektron post vasitəsilə biz Twitterdəki qeydiyyatımızı təsdiqləyəcəyik. Biz Yandex postdan istifadə edəcəyik. Yandexdə akaunt yaratmağın videosu artıq bizim kanalda mövcuddur. Ona baxa bilərsiniz. Yandex akauntumuza daxil olaq. Yandexin baş səhifəsinə daxil oluruq. Sağ tərəfdə Wi-Fi düyməsini sıxırıq. Bu hissədə akauntumuzu daxil edirik. Login hissəsində. Burada ət işarəsindən sonra olanları yazmağa ehtiyac yoxdur. Sadəcə logininizi daxil etsəz kifayətdir. Bu hissəyə parolunuzu yazırsınız. Daha sonra Wi-Fi düyməsini sıxırsınız və sol düymə ilə bu hissədə loginin üzərində sıxırsınız. Açılan siyahıdan birinci sətri seçirik və postumuza daxil oluruq. Daha sonra biz yeni bir pəncərədə Twitter saytına daxil oluruq, baş səhifəsinə. Twitter.com Bu Twitterin baş səhifəsidir. Əgər sizin Twitter akauntunuz mövcuddursa, siz bu hissədə logininizi yazırsınız, bu hissədə parol yazırsınız, Wi-Fi və daxil olursunuz öz Twitter akauntumuza. Biz isə yenisini yaradırıq. Ona görə bu aşağı hissədə e-mail familiya hissəsinə ad və soyad daxil edilməlidir. Amma biz adı yazsaq kifayətdir. Elektron adres hissəsinə, bu ikinci sətrə elektron adresimizi daxil etməliyik. Hansının vasitəsilə ki biz qeydiyyatımızı təsdiqləyəcəyik. Keçirik Yandex postumuzun olan səhifəyə. Bu hissədən post ünvanımızı kopyalayırıq. Qeyd edirik mousun sol düyməsi ilə. Ctrl-C sıxılır. Bizim hərflərlə Ctrl-C sıxılır. Qaydırıq Twitter səhifəsinə. Bu hissədə mousun sol düyməsini sıxıb Ctrl-V sıxılır. Daha sonra aşağı sətrə keçirik. Burada parolumuzu daxil edirik. Registrasiya sıxırıq. Bu hissədə bizə Viziti imya pользователя hissəsində bizə istifadəçi adının qeyd edilməsi bizdən istənilir. Bu aşağı hissədə isə bizə təklif olunan versiyalar var. Misal üçün burada hər hansı bir istifadəçi adını seçə bilərik. Daha sonra registrasiya düyməsini sıxırıq. Bu hissədə bizdən tələb olunur ki, biz mobil nömrəmizi daxil edək. Qeyd edirik mobil nömrəmizi. Подтвердите номер düyməsini sıxırıq. Bizim telefonumuza təsdiqləyici kod gəlməlidir. Hansını ki biz daxil edəcəyik bu hissəyə və qeydiyyatımızı davam etdirəcəyik. Budur, bizə mesaj gəldi. Biz mesajda bizə göndərilən kodu pəncərəyə daxil edirik. Подтвердить kod. Bu düymənin üzərində mousun sol düyməsini sıxırıq. Burada bizə təklif olunur ki, biz parolumuzu daxil edək. 6 işarədən az olmayan parol daxil edək. Daha sonra registrasiya düyməsini sıxırıq. Bu düyməni sıxırıq. Поехали. Burada bizdən maraqlarımız soruşur. Bizi nə maraqlandırır? Misal üçün biz gedək, çəkək innovasiya. Daha sonra продолжить. Bizə rekomendasiya olunan kanallardır. Biz buradan bunları ləğv edə bilərik. Yaxud nəyinizə var, elə saxlaya bilərik.
bu düyməni sıxırıq. Bu hissədə bizə təklif olunur ki, biz istəsək avatarı yükləyə bilərik bu etapda və yaxud daha sonra. Ya mövcud kameradan çəkiliş aparmaq üçün, şəkil çəkmək üçün сделать снимок sıxırıq, ya da загрузить fotoqrafiya düyməsini sıxırıq. Və yaxud mousun sol düyməsi ilə şəkil sürüşdürüb bu hissədən mousun sol. Burada bizə şəklin ölçüsünü böyüdüb və yaxud kiçiltmək təklif olunur. Balaca kiçildək ki, bura yerləşsin. Bu sahəyə yerləşdirib применить sıxırıq. Продолжить. Burada загрузить контакты учетной записи Яндекс sıxırıq. Bizə xəbərdarlıq verilir ki, Twitter Yandeksdə olan bizim kontaktlarımıza bu məlumata müdaxilə edə bilsin. Bu hissədə разрешить sıxırıq. Bizim kontaktlarımız yox idi. Daha sonra belə bir səhifə açılır. Sonuncu etap. Burada deməli, мы нашли людей, которых вы знаете. Bu hissədə bizim ölkədən olan insanların bu etapda bizə Twitter'da olan, bizim maraqlarımıza yaxın olan istifadəçilərin Twitter səhifələrinin siyahısı verilir. Hansılar ki, biz bu hissələrdən bu işarələri sıxmaqla səhifələrə baxmaqdan imtina edə bilərik. İstəsəz bu hissədə heç nəyə toxunmaya bilərsiniz. Bu hissədə siz avtomatik olaraq bu aşağıda göstərən səhifələrin oxuyucusuna çevrilirsiniz. Toxunmaya bilərsiniz və yaxud istəsəz ləğv edə bilərsiniz, nə sizi maraqlandırırsa. Daha sonra добавить 18 akantı продолжить. Demək, biz burada 18 dənə akantın oxuyucusuna çevrilirik. Əgər buradakı qeydlərlə razılaşsaq, biz razılaşırıq və nəhayət ki, bizim Twitter səhifəmizə daxil oluruq və burada bizə hansı Twitter səhifələrinin oxuyucusu yoxsa, həmin Twitter səhifələr üzrə xəbərlər burada bizə göstərilir. Beləliklə biz Twitter saytına qeydiyyatdan keçdik. Gəlin tweetə əlavə eləyək. Yazdığımız tweetə şəkil əlavə etmək üçün bu hissədəki işarə sıxılır. Qeyd edirik hansı şəklə əlavə eləmək istəyirik. Открыть. Tweetə əlavə olunacaq. Tweetnut sıxılır və bizim tweetimiz səhifəmizə əlavə edilir. Qeydiyyatı tam sona çatdırmaq üçün keçirik bizim Yandex postumuza. Bu hissədə bizə Twitter tərəfindən məktub göndərilib ki, biz öz Twitter qeydiyyatımızı təsdiqləyək. Mousun sağ düyməsini bu hissədə Twitter səthindən sıxırıq və açılan pəncərədə Подтвердить сейчас bu düyməni sıxırıq. Biz yönləndiririk Twitter səhifəmizə və ваш адрес электронной почты уже подтвержден. Yəni sizin post ünvanınız təsdiq edilmişdir. Beləliklə Twitterdə qeydiyyatdan keçməyi bu videoda öyrəndik. Hamıya uğurlar, sağ olun.